Salam. Gəlin bugün bir millətin doğuş hekayəsinə baş vuraq. Söhbət paytaxtı ələ keçirilmiş, varlığı demək olar ki, təhlükə altında olan bir respublikadan və onun azadlığı uğrunda aparılan o amansız mübarizədən gedir. Nəsiman Yaqublu'nun araşdırmalarına əsaslanaraq, gəlin Bakının azad edilməsinin pərdəarxası məqamlarına birlikdə nəzər salaq. Baxın, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən birinin bu sözləri əslində bütün hekayəni bir cümlədə cəmləyir. Bakısız Azərbaycan başsız bədəndir. Bu o deməkdir ki, bu sadəcə bir şəhər uğrunda döyüş deyildi. Xeyr, bu bir millətin həyatda qalma mübarizəsi idi. Yaxşı, bəs necə oldu bu? Təsəvvür edin, yeni yaranmış, demək olar ki, ordusu olmayan bir respublika öz iqtisadi və siyasi ürəyini ondan qat-qat güclü qüvvələrin əlindən necə geri ala bilərdi? Bu, doğrudan da o dövr üçün qeyri-mümkün bir missiya kimi görünürdü. Həmin döyüşü anlamaq üçün gəlin əvvəlcə o vaxtki vəziyyəti, o xaosu gözümüzün önünə gətirək. Tarix 1918-ci il. Birinci Dünya Müharibəsinin alovları hələ sönməmişdi və nəhəng Rusiya imperiyası gözümüzün önündə çökürdü. Hər şey bir-birinə qarışmışdı. Bütün region sanki bir qazanın içində qaynayırdı. Fevralda Zaqafqaziya Seymi qurulur, amma cəmi bir neçə ay ömrü olur. Bu arada isə Bakıda qan su yerinə axır, minlərlə insan o məşhur mart hadisələrində həlak olur. Bax, məhz belə bir qarma-qarışıqlığın, belə bir fırtınanın içində yeni bir millət doğulmağa çalışırdı. Azərbaycan liderləri Tiflisdə müstəqillik elan edərkən onların arzusunda olduqları paytaxt, yəni bütün iqtisadiyyatın ürəyi olan Bakı, tamamilə başqa, düşmən bir qüvvənin əlində idi. Və bax, bütün bu xaosun, bu qeyri-müəyyənliyin tam ortasında 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası cəsarətli və həqiqətən də tarixi bir addım atdı. Beləliklə, bütün müsəlman şərqində ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu, kağız üzərində əlbəttə ki, möhtəşəm bir hadisə idi. Amma reallıqda çox böyük bir problemi var idi. Bu, paytaxtı olmayan bir dövlət idi. Vəziyyətin nə qədər kritik olduğunu anlamaq üçün sadəcə bu müqayisəyə baxmaq bəs edir. Bir yanda Gəncədə fəaliyyətə başlayan gənc hökumət, o bir yanda isə 300 kilometrdən çox uzaqlıqda, düşmən qüvvələrin nəzarətində olan ölkənin ürəyi, Bakı. Belə bir vəziyyətdə bu varlıq-yoxluq mübarizəsində təbii ki, gənc respublika kömək üçün özünü kiməsə çevirməli idi. Ümid, qardaş Türkiyədən, Osmanlı imperiyasından gəldi. Azərbaycan hökuməti vaxt itirmədən Osmanlı ilə yenicə imzalanmış Batum müqaviləsinə əsaslandı. Müqavilənin 4-cü maddəsi sanki məhz bugün üçün yazılmışdı. Bu maddə onlara hüquq verirdi ki, əgər ölkənin təhlükəsizliyi təhdid altına düşərsə, Osmanlıdan hərbi yardım istəsinlər. Və istədilər də, məqsəd isə çox aydın idi. Bakını azad etmək. Bu müraciətə cavab olaraq da Qafqaz İslam ordusu quruldu. Amma bu çox vacib bir məqamdır, bura diqqət edək. Bu sadəcə kənardan gələn bir ordu deyildi. Bu, təcrübəli Osmanlı zabitləri ilə çiyin-çiyinə vuruşan yeni yaradılmış Azərbaycan hərbi birliklərinin və könüllülərin birgə ordusuydu, əsl qardaşlıq ordusu. Bu əməliyyatın nə qədər yüksək səviyyədə ciddiyə alındığını rəhbərlikdən də görmək olar. Osmanlı hərbi naziri Ənvər Paşa bu taliyə yüklü missiyaya başçılıq etmək üçün öz doğma qardaşı Nuru Paşanı təyin edir. Bu, hər şeyi deyir elə deyilmi? Beləliklə, ittifaq quruldu, komanda təyin edildi və kampaniya başladı. Ordunun ilk vəzifəsi Gəncədən şərqə doğru, Bakıya doğru irəliləmə idi. Ordu Gəncədən şərqə doğru hərəkətə keçdi. Əvvəlcə Göyçayda ilk böyük və psixoloji cəhətdən çox vacib bir qələbə qazanıldı. Ardınca Ağsu, Kürdəmir, Şamaxı, strateji əhəmiyyətli məntəqələr bir-bir azad edilirdi. Hər qələbə Bakıya bir addım daha yaxınlaşmaq deməkdir və bu, bütün xalqlara inanılmaz bir ruh yüksəkliyi, bir zəfər ümidi yaradırdı. Məhəmməd Əmin Rəsulzadənin bu sözləri o günlərdəki o aba-havanı, o gözləntini çox gözəl təsvir edir. Millətin necə çar çəşblə, yəni dörd gözlə bu köməyi gözlədiyini və nəhayət gələn bu yardımın necə bir rahatlıq hissi yaratdığını ifadə edir. Və nəhayət aylarla davam edən irəliləyişdən, hazırlıqlardan sonra o an gəlib çatdı. Nuru Paşa son həlledici hücum üçün əmri verdi. 36, düz 36 saat. Sentyabrın 14-ü sübh tezdən başlayan döyüşlər fasiləsiz olaraq 36 saat davam etdi. Qanlı, amansız bir mübarizə. Və sentyabrın 15-də şəhər təslim oldu. Qələbə tam idi. Amma bu qələbənin bədəli də olduqca ağır idi. Mənbələrə görə mindən çox əskər Azərbaycanın paytaxtının azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı. Əsir götürülənlərin kimliyinə baxanda isə Bakını kimlərin müdafiə etdiyi aydın olur.
Görürsünüz, əksəriyyət erməni və rus hərbi birləşmələridir. Hətta bir neçə həftə əvvəl şəhərə gəlmiş kiçik bir İngilis dəstəsi də onların arasındaydı. Qələbədən dərhal sonra Baş nazir Fətəli xan Xoyski bu fədakarlığa görə millətin minnətdarlığını çox təsirli sözlərlə ifadə edir. Və bax, bu bütün mübarizənin əsas məqsədi, əsas mükafatı idi. Hökumət nəhayət Gəncədən Bakıya köçdü. O başsız bədən artıq öz başına qovuşmuşdu. Təbii ki, şəhərin azad edilməsi böyük bir coşquya səbəb oldu. Əhməd Cavad kimi şairlərimiz bu tarixi hadisəni öz şeirlərində əbədiləşdirdilər. Bu misralar o günlərin sevincini, o qürur hissini mükəmməl şəkildə əks etdirir. Bəli, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Çox qısa bir müddət. Amma 15 sentyabr qələbəsi sadəcə bir hərbi uğur kimi yadda qalmadı. Bu hadisə bir millətin ən çətin anında belə öz taleyinə sahib çıxma iradəsinin, qardaş köməyinin, birliyin nələrə qadir olduğunun simvoluna çevrildi. Və bu simvol 100 il sonra da öz mənasını itirmir.